Hoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, bu günləri İranda Ayətullah Xamneyinin dəfn mərasimləri keçirilir və nəzərə almaq lazımdır ki, artıq bu dəfn, yəni vəfatından 3 aydan çoxdur keçir və hələ də dəfn olunmamışdı. Niyə görə dəfn olunmamışdı? Çünki təhlükəsizliyi heç bir formada qoruya bilmirdi İran hökuməti və nəhayət bu dəfni də elə bir vəziyyətdə təqdim etmək lazımdır ki, buradan bir qalibiyyət çıxartsın. O Babəkin məşhur bir sözü vardı, bizim ölümümüz son silahımızdır deyə. Yəqin İran hökuməti də məhz indi bu ucuz şoudan, yəni bu dəfindən bir ucuz şou kimi istifadə etdi və bütün dünyaya bir qalibiyyət necə deyilir, göstəriləri həyata keçirməyə çalışır. Digər tərəfdən biz burada nəyin şahidi olduq? Biz onun şahidi olduq ki, istər Azərbaycan heyəti gəldi, Ali İmran sözü 139-cu ayə ilə ona mesaj verdilər. Səudiyyə Ərəbistanına bir ayrı bir Quran ayəsi ilə mesaj, Türkiyə heyətinə ayrı bir Quran ayəsi ilə mesaj və bununla da bütün öz xalqına bir mesaj verdilər ki, bax görürsünüz biz nə qədər ədalətliyik, Quran ayələri ilə öz sözümüzü çatdırırıq, Quran ayələri ilə mesaj veririk bütün dünyaya və də buna kimsə fikir vermədi. Azərbaycan heyəti başa da düşmüş ki, orada nə deyirlər. İnsanların umurunda da deyil, amma əsas məsələ odur ki, bu günləri İran hökuməti bundan sadəcə olaraq Xamneyinin ölümünü belə siyasi dividendə çevirməklə dünyaya mesaj vermək istədi, qonşularına mesaj vermək istədi. Amma əlbəttə ki, bu Quran ayələrinin mesajları ilk növbədə elə İran hökumətinin özünə lazımdır. Çünki indiyənə qədər o Quran ayələrinin surələrini heç bir ciddiyə almayan, qiymətə almayan İran olub. Həmişə o Quranın ayələrinin əksinə olaraq istər dosta qarşı, Pakistana qarşı, bugün Pakistan onun yanında, Pakistana qarşı Hindistanı müdafiə edib, Azərbaycana qarşı Ermənistanı müdafiə edib, harda bir proksi varsa o yaradıb orada, kiminsə aclıqla imtihana çəkib, hansı ölkəyə giribsə orada qan töküb. Bu günlərdə faktiki olaraq Rusiya, işğalçı Rusiyanın yanında olmaqla bütün köməyi ilə, dronları ilə onun yanındadır. İndi buna hansı ayəni gətirə bilər? Əlbəttə, Quranın bütün ayələri əslinə qalsa, bugün İranın o rejiminə aiddir ki, onlar ondan dərs çıxartsınlar və düşünürəm ki, onlar ondan dərs çıxartmayıblar. Quran ayələrindən dərs çıxartmaq onlara aid deyil. Çünki onlar bir firqənin, onlar bir ulusun, onlar bir sistemin adamlarıdır. Bununla özləri üçün bir dünyaya da mesaj verə bilərlər. Hansı ölkələrə Quranla mesaj verərlər. Amma inanın mənə, özlərinə bu Quran ayələrin heç biri çatmır, heç dinləyən də deyirlər, çünki onların özlərinin yaratdıqları hədis var. O hədislə dövlət idarə edirlər. Bugün Amerikadan icazə alıb nəhayət öz rəhbərlərini dəfn etmək üçün izin aldılar və bu günləri artıq 3 aydan sonra dəfnə başladılar. O dəfində də o insan var orada, yoxdur, işimiz bundan yoxdur, amma əsas bundan ibarətdir ki, Amerikadan izin alıb dəfn edirlər və bununla da dünyaya qəhrəmanlıq mesajı verməyə çalışıblar. Yəni bu məsələni, bu hadisəni bu formada əlbəttə ki, qiymətləndirmək lazımdır. Təşəkkür edirəm.